Ardıyam Səmayənin yanında. Səmayənin yanında sənə bir dənə ev çəkirəm ki, gəl görəsən. Bu gördüyün binada, əsas parkın yanında. Möhtəşəm bir dənə ev çəkirəm. Daxil olacaq mənzilə doğru bir dənə kruqom ətrafı göstər. Tam ətrafı göstər. Baxsınlar. Deməli, gördüyünüz Taleh yollarının qarşısı, Səmayəşallıq sarayının yanı, əsas prospekt parkın yanı. Əla evdir, qiymətli əla. Getdik mənzilə doğru. Bir dənə sənə bir söz deyim. Parka bax. Düz, yəni çıxdım balkona, 3 pəncərənin üstə parka baxıb. Park Heydərliyev prospekti əsas yolun kənarı. Nə istəsən buradadır. İndi isə giriş hissəyə keçək. Dan. Məhəmməd ya Əli. Giriş hissəsi bax buradır. Yerlər isti döşəmə super təmirli ev axtaran, mərkəzdə axtarsan bu odur. Neçə kvadrat idi buraya adından çıxdı, qocalmışam. 107 kvadrat. Bir dənə zala bax, şeyə bax, mətbəxə bax. Axıra kimi bir dənə mətbəx, mebelin yerləri isti döşəmə. Amma qardaş canı qiyməti əladır. Yəni bu ərazidə buna bax. Gəldin qardaş. Mətbəxdə bişirdin necə əlində yeyə çıxdın balkona. İkinci balkonda bu. Çıxdın balkona panoramaya öz sözünü deyir. Hər yer əlimin altındadır. Nə lazım deyir sana? Rahatçılıq, şərait, mərkəz. Hər şey buradadır. Evin burada hamam sanuz eli. Geniş, təmirli, yerlər isti döşəmə, duş kabin içində yer hazırdır. Bir dənə uşaq otağı, görsən, lüstürü, dadı, hər şey hazırdır. Tam təmir. Burada bir dənə evin yataq otağı, panoraması parka olan, panorama, ideal. Bir dənə də, nə buydu da bu qonaq otağı? Geniş qonaq otağı, tvistenti, pərdəsi. Bundan da baxırsan, qardaş, bu evdə hardan baxsan park görsənir. Valla, evin hansı hissəsindən durub baxırsan, park görsənir. Qiymət, bezaralı bu da ağzıma girmə. Qiymət, neçə idi qiymət? Yadım alsıdır. Nə siz soruşun, nə mən deyim. 183 min manat qardaşız bu evi də çəkdi. Bu günün də sonuna çatdıq inşallah. Qulluğuzdadır bir daha və ən sonunda deyirəm, bayramınız mübarək olsun. Hər birinizə belə bir gözəl, səliqəli bir qismət olsun. Sağ olun, salamat olun.